doğulmuş uşaqda qidalanma zamanı uşaq qidanın bir hissəsini geri qaytarırsa, bu zaman gözləmək. Olar. Bu fizioloji proses ola bilər. Uşağın həyatının ilk aylarında baş verəsi bir hallardan biridir. Bəs uşaq ilk aylarda yediyi qidanı sürətli şəkildə geri qaytarırsa və get-gedə çəkisi azalırsa gözləmək olarmı? Olmaz. Bu cərrahi patologiyadır. Hansı ki, mədənin çıxacaq hissəsində bir darlığın olmasını işarə edir. Elmi dildə pleurostenoz adlanır. Uşağın xaya nahiyəsində yüngül ağrıları var. Gözləyək. Olmaz. Get-gedə daha da ağır hallarla nəticələnə bilər. Yeni doğulmuş uşaqlarda xayalığın böyük ölçüdə olması, sanki maye toplanması hallarında gözləmək. Əslində bu halı gözləmək olar. Adətən 2 yaşa qədər maye öz-özünə sorulur və heç bir problem yaranmır. Uşaqda 3 gündür nəcis və qaz ifrazı dayanıbsa və qarnı köpübsə gözləmək. Qəti olmaz. Bu bağırsaq keçməzliyi ola bilər və get-gedə daha da ağır hallar, hətta ölümlə nəticələnə bilər. Uşağın birdən-birə qasıq və xaya nahiyəsində kəskin ağrılar başlayıb. Gözləmək olar. Qəti olmaz. Bu xaya burulması ola bilər. Hansı ki 6 saatdan çox müddət keçsə, xaya qansızlaşması nəticəsində nekroz ola bilər, yəni toxuma tam ölə bilər. Uşağın qarın ağrısı üçün öz başına ağrı kəsicilər vermək. Bu da qəti olunmaz. Çünki verdiyiniz hər ağrı kəsici bir simptomu gizlədir. Ağrı varsa, demək ki, problem var. Siz bunu gizlətdikcə, həmin problem daha da artır və gələcəkdə, irəliləyən günlərdə daha ağır nəticələnə bilər. Uşaqda temperatur olduqda isti kompres etmək. Olmaz. Soyuq kompres etmək lazımdır. Uşaqda qusma olduğu halda yemək verməyə davam etmək. Olmaz.